Beytdən oldu. Allah bəndələrini yığdı Kərbəlaya. Bəndələrini yığdı. İnanın, ən gözəl anlardır bu anlar indi. Mənim üçün belədir. Adamın axırdakı ürəyi sınır İmam Hüseyin eşqi ilə. Allahın rəhmət qapısı açılır. Allahın rəhmət qapısı açılır. Mən İmam Hüseyinə Məhərrəm, Ramazan ayının ilk günlərində demək istəyirəm ki, ağa, sən baxıb nəzər eləyəndə, səndən acığı gələn adamı dostluğa çevirə bilirsən. Elə bir hala gəlib çatır ki, 100 dəfə sənin yolunda doğransam, yenə də yeri var. Biz ki, heç zaman sənə düşmən olmamışıq. Olmuşuq. Biz heç zaman sənə düşmən olmamışıq. Biz özümüzü tanıyandan sənin qapında olmuşuq. Hər il Məhərrəmdə, biz Əyyam-ı Fatimiyyədə Anan xanım Zəhraya göz yaşı dökmüşük. Səndən istəyirəm ki, elə bu günlərdən nəzər eləyəsən bizə. Sən eşitmişəm ki, baxanda çox fərqli olur adamın halı. Sənin nəzəri istəyirik, sənin nəzəri. Neçə orucluq keçib biz düzəlməmişik. Neçə Ramazan ayı keçib, yenə də həmin adamıq biz. Ramazan ayı bizim öhdəmizdən gəlmir. Ramazan ayı böyük aydır, hamının öhdəsindən gələr. Özümüz imkan vermirik. İmkan vermirik. Ona görə sənə də köməyə çağırırıq ki, bu müqəddəs, bu mübarək ayla əl-ələ verin, bu sənin üçün vəsilə olsun ki, bu məclislərdə hər gün nəzər eləyəsən. Mən həmişə fürsət olduqca inşallah çalışacağım. Hər gün söhbətimin axırında 2 dəqiqə də olsa ona işarə eləyim və sonra Ramazan ayından bilirsiniz, ayrılanda 30 gün biz İmam Hüseyin ziyarətini eləmiş olaq hər gün. 30 gün İmam Hüseynin ziyarətindən ayrılaq yəni. İmam Hüseyinə and verirəm, oğlu Əli Əkbərin haqqına ki, onu çox istəyirdi. Oğlu Əli Əkbərin haqqına verirəm ki, bircə dəfə o baxışı var, onun o baxış ki, adamın taleyini dəyişir. O baxışını istəyirəm Ramazan ayının ilk günündən ki, halımızı bir dəfəmli dəyişsin, bir də ayağımız büdürüyüb günaha tərəf getməyək. Allahümmə inna nəsəlükə və nəd'uk bismikəl azimil əzəm, əl-əzzil əcəllil əkrəm və bil-Hüseyni ya Allah. Ya Allah, 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 ya Allah. İlahi əllərimizi naumid qaytarma.